Demək ki, türklər, onların dili, onların əlifbası 1000 illəri və 1000 kilometrləri aşmışdır. Daha sonra türklər İslamı qəbul etdikdən sonra bu və ya digər formada türk runik əlifbasını unutdu. Yazılarını ərəb əlifbası ilə yazmağa başladı və ərəb dilində cəmi 3 sayt var, üçünlü var. Və elə bu səbəbdən də ərəb əlifbası ilə türk dilinin sözlərini ifadə etmək qeyri-mümkündür. Və bu səbəbdən də ərəb əlifbasını istifadə edən türklər növbəti 10 əsrdə dil və dilçiliklə bağlı bütün tövhələrini ya ərəb dilinə, ya fars dilinə verdi. Əgər Nizami Gəncəvi yaradıcılığına baxası olsaq, burada görürük ki, Şirvanşahlar hökmdarı Nizami Gəncəviyə yazdığı məktubda Leyli və Məcnun əsərini yazmasını xahiş edir. Leyli və Məcnun əfsanəsinin yazılmasını istəyən Şirvanşahlar hökmdarı məktubunda Nizamiyə belə deyir: İstəyirəm ki, Məcnunun eşqi xatirinə sədəfdəki inci kimi bir söz deyəsən, fars və ərəb dilinin bəzəyi ilə bu təzə gəlini bəziyəsən. Türkçəlik bizə vəfalı olmağın sifəti deyil, türkəvairi deyilmiş söz bizə layiq deyil. Bu misralardan belə aydınca görürük ki, əslində Nizami demək ki, türk dilində də yazılmış. Lakin bununla yanaşı o dövrün tələbi kimi ondan ərəb və fars dilində bu əsərin yazılması istənilir. Və Nizami yaradıcılığının niyə farsça olunmasının məncə burada iki məqamı aydınca görünür. Birinci məqam göz qarşısındadır. Ondan tələb olunan ərəb və ya fars dilində əsərlərinin yazılmasıdır. Digər böyük bir məqam, daha doğrusu problem isə bundan ibarətdir ki, əgər sən ərəb əlifbası ilə türk dilində yazası olsan, ərəb əlifbasında əsasən samitləri, ünsüzləri ifadə edən bir əlifbada türk dilinin 8-9 saytini, ünlüsünü ifadə edə bilməzsən. Doğrudur, ərəb dilində həkərlər var. Lakin bunlar belə türk dilinin 8-9 saytinin göstərilməsində aciz qalır. Və elə bu səbəbdən də 20-ci əsrin əvvəlində həm Azərbaycan, həm Türkiyə Latın əlifbasına keçmişdir. Bir çoxları ərəb əlifbasından Latın əlifbasına keçirilməni din düşmənçiliyi kimi dərk edir. Lakin qeyd etməliyik ki, ərəb əlifbası ərəb dilinin oxunması üçün müvafiq bir əlifbadır. Lakin türk dilinin oxunması üçün ərəb əlifbası yararsızdır. Və bütün bunlar bu rubrika daxilində təhlil olunması mövzular deyil. Və əmin olun ki, bu haqda deyiləsi çox söz var. Lakin özət olaraq bircə bunu bilməliyik ki, ərəb əlifbası ilə türk dilini ifadə etmək mümkün deyil. Ərəb əlifbasından Latın əlifbasına keçilməsi də din düşmənçiliyi deyil. İndi isə bizim gözümüzü açıb keçmişimizə baxmalıyız, atalarımızı tanımalıyız və onların davamçıları olduğumuzu dərk etməyin zamanı. Bizdən tələb olunan əslində çox da çətin deyil. Atalarımızın bizə miras qoyduğuna sahib çıxmaq. Bu qədər sayda. Növbəti bir rubrikada görüşmək ümidi ilə.